Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, istədim çəkəm bu cücələrimi sizə görsədəm. Bunlar deməli fevralda çıxıblar da, səhv etmirəmsə, vallahi vaxtlarını, günlərini unuduram. Fevral idi, yoxsa deyəsən fevralın 5-i 10-u idi. 2 aylıqdılar və yaxud yəni unuduram nə vaxt çıxır. Çünki siz necədiniz? Bunlara mən açıq deməyə çox baxmıram. Başına çox buraxıram. Çünki müəyyən işlərə başım qarışıqdır deyə. Elə bax belə həyətəzdə buraxıram, yemini zad verirəm. Ona görə dəqiq vaxtlarını bilmirəm. Nə vaxt qatdım bütün. Gərək o videolara baxam, dəqiq gələn videoda deyəm. Çünki bunlar çıxanda yükləmişdim. Belə otduqda gəzən cücələr qəşəng olur. Gözü də ayaqları zadı necə qırmızıdır. Belə istədim bunları çəkəm, görsədəm. Demək, say neçədir burada? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21 dənə. Allah heç biraz işlər var deyə baş elə qarışıqdır ki. Ona görə çox elə bunlarla şey eləyə bilmirəm. Ona bax, boğaza o vaxt ki. Dörd dənə töyük yatdı, elə basırdıq, altına aldıq, tökdük. Belə. Kirpiyə bax, atasının rəngində, anası ağ idi, kirpi, atası da lütboğaz. Lütboğaz kirpi olub. Yəni də kirpimiz oldu, xoruzdur. 2 dənə kirpi var, 2 də xoruzdur. Anası bax belə idi, atası da kremli. Ötdən ki, belə otluqdur. Buraxasan, otlasınlar. Bax, qəşəng fərədir, bax. Qırmızı. Qan qırmızı. Qırmızıların çoxu fərədir, bax, burada fərəyə oxşuyur. Dalaşırlar, baxın. Çilçildən lütboğaz kül. Bəzi xoruzu fərəsi bilinir, bəzi ucu belə deyək də, biraz metod. Bax, məsəl üçün, bu ağı xoruza oxşadıram, ancaq ola bilsin ki, şeydir.
nə deyim, fərəd ola bilər. Çünki bir də görsən bəzi toyuqlar olur ki, pipiyi yekə olur. Belə deyək də, xoruza oxşur, ancaq böyüyəndən sonra görsən ki, yox, fərəd. Bu da işte xoruzdur, bax. Görsüz, heyrətdən dönməyə oxşuyur. Azı da baş pompolu var. Belə. Fərə də qəşəkdir. Karışlı bir. Maşallah olsun. Qəşəkdir, bax, ətli üçün. Düzdür, mən lüt boğazları xoşlayıram, amma saxlayanda ümumiyyətlə ətlik saxlamaq lazımdır ki, onlardan alınan ballar həm yaxşı tez böyüyür, həm ətli olur, həm də yaxşı olur. Da fərələr zət. Xoruzlar dalaşırlar. Bunlara belə baxmaq adamın, belə deyək də, ruhunu sakitləşdirir. Belə, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun əziz izləyicilər, salamat qalın.